Salam dostlar, hər birinizi xoş gördük. Bugün bizə yaxın olan mövzudan danışacağıq. O qədər yaxın ki, biz onu hamımız yaşamışıq. O bizim həyatımızı və inkişafımızın dəyişilməz hissəsidir. Mövzumuz isə keçid dövrü adlanır. Bu haqda ətraflı müzakirələrimiz olacaq, amma sujetdən sonra. Kino dünyanın ən qəribə kəşflərindən biridir. Bugün park sinemalarda, kinoteatrlarda əyləşib film izləmək çox adi haldır. Bir də düşünün ki, bugün ilk dəfə kinoya baxacaqsınız. Qəribə hiss elə deyil? Elə isə ilk dəfə kinonun necə yarandığını araşdırmaq maraqlı olar. ...28 dekabr 1895-ci ildə Fransada bir afişa diqqəti çəkir. Bu, Lumière qardaşlarının təqdimatına dəvətnamə idi. Çoxları bir frankından keçib bilet alır. Beləliklə, izləyicilər Grand Cafe'də sürprizlə qarşılaşır. Bizim üçün sıradan görünən ağ ekran 19-cu əsrdə böyük marağa səbəb olur. Böyük ekranda şəkillər bir-birinə əvəz edir. İnsanlar Auguste və Louis qardaşlarının onlara kələk gəldiyini düşünürdü. Bir frankı sehirli fanardan fotolar izləmək üçün ödəməyi heç kim istəmirdi. Amma belə olmadı. İnsanlar həmin gün ilk filmi izlədilər. Onların aparatı əslində çox sadə idi. Taxta qutuda obyektiv və kadrları dəyişmək üçün cihaz yerləşdirilmişdi. Bu cihaz saniyədə 16 kadr dəyişirdi. Aman aman ey, qaşı kaman ey, gəl alım, maralım, dili. Azərbaycan kinematografiyasının tarixi isə 1898-ci ildən başlayır. Ölkəmizdə lentə alınan ilk film Aleksandr Mişon tərəfindən çəkilən Bibi Heybətdə neft fontanı yanğını, Balaxanıda neft fontanı, Şəhər bağında xalq gəzintisi, Qafqaz rəqsi kronika süjetləridir. Kino nə olduğunu bilmədən pul ödədiyimiz yeganə məhsuldur. Bəyənib bəyənməməyimiz isə heç nəyi dəyişmir. Odur ki, xoş izləmələr Mayklar. Maglar, studiyamızın ilk qonağı isə psixoloq xanımdır. Deyirlər ki, psixoloqlar problemi olan insanın dostudur. Bu fikirlə görüm o özü razıdır, yoxsa yox. Qarşılayaq Əfsanə xanım Həsənova. Buyurun. Əfsanə xanım, sizi qarşılayarkən mən söylədim ki, psixoloqlar adətən yəni belə deyirlər ki, problemi olan insanların dostudur. Bu fikirlə razısınız? Mən deyərdim ki, ümumiyyətcə problemi olan yox, bütün insanların dostudur psixoloqlar. Onlar problemi axtarmırlar. Ümumiyyətcə, insan harda varsa, psixologiya orada vardır. Yəni, düşünürsünüz ki, psixoloqlar təkcə problemi olan yox, bütün insanların dostudur. Mən də sizinlə razıyam. Onda keçək elə mövzumuza. Mövzumuz da keçid dövrü adlanır və başlamaq istəyərdim ki, aydınlıq gətirək görək. Keçid dövrü özü nədir və hansı yaş dövründən başlayır? Keçid dövrü əsasən 11-12 yaşlardan başlayaraq 14-15 yaşa qədər davam edir. Ümumiyyətcə, bu 5-ci, 8-ci sinifləri əhatə eləyir. Niyə görə keçid dövrü? Çünki bu yaşda uşaqlar özlərini nə yaşca kiçik uşaqların arasında görə bilirlər, nə də özlərini böyüklərin arasında tapa bilirlər. Məhz burada o mənlik axtarışında olurlar. Ona görə də məhz keçid dövrü adlanır. Və keçid dövrü başlayan zaman artıq belə deyək də, yeniyetmələr başlayırlar özlərini tanımağa da, şəxsən öz mənliklərini, öz mənlərini axtarmağa başlayırlar və bu zamanda bir sıra problemlər yaranmağa başlayır. Bəzən hətta həmin yeniyetmələrdə natamamlıq kompleksi də yaranır bu dövr pis keçdikdə. Bunun səbəbləri sizcə nədir? Çox doğru vurğuladınız. Yəni, bu keçid dövrü uşaqların ən həssas dövrləridir demək olar ki, bu dövrdə xüsusən valideynlər ümumiyyətcə 2 qat həssas olmalıdırlar. Niyə görə valideynlər? Ümumiyyətcə, münasibət, bir yerdə münasibət varsa, demək ki, bu iki tərəfli olur. Yəni, ər, arvad, uşaq, ana, ata, valideyn arasında münasibət iki tərəfli olur.
həssas olsunlar dedikdə, yəni uşaqlarla daha çox diqqət göstərsinlər. Və burada desək ki, məsuliyyət kimin üzərinə düşür? Mən deyərdim ki, məsuliyyət valideynlərin üzərinə daha çox düşür. Çünki valideynlərin təcrübəsi çoxdur. Onlar ahəngə girməyi bacarırlar. Uşaqlarla necə, yəni öz evladına necə ünsiyyətə girə bilər ki, onunla dil tapsın, onu başa düşməyə çalışsın. Bəli, bu dövrdə uşaqlarda özlərini tapmağa çalışırlar, ətraf mühitə adaptasiya olmaq istəyirlər, öz bildiklərini daha doğru sanırlar, qarşı cinsə tərəf meyilli olurlar. Onlara təhqir eləyəndə, bu yaşda uşaqları təhqir eləyəndə buna qarşı sərt, aqressiv şəkildə təpki göstərirlər. Ona görə də yəni lazımdır belə bir devirdə valideynlər hər bir kəlməyə, hər bir toxunuşa çox həssas olmalıdırlar. Mən eşitmişəm ki, bəzən deyirlər ki, məsələn, elə psixoloqlardan da eşitmişəm ki, yəni bu dövrdə uşaqları çox sıxmaq olmaz. Yəni bir qədər sərbəst buraxmaq lazımdır, amma bəzən də eşitmişəm ki, yəni çox sərbəst buraxmaq olmaz, çünki bu dövrdə əsas yəni uşaqlar başlayırlar soyumağa ailədən. İndi valideynlər hansı yolu daha düzgün seçsinlər? Hər iki məqamla biz rastlaşırıq hal-hazırda praktikamızda. Qadağa yeni bir arzunu yaradırıq. Biz qadağa qoymaqla, uşağın fikirlərinə sərt yanaşmaqla, ona təzyiq etməklə, təhqir etməklə heç bir nailiyyət əldə eləməyəcək. Valideyn düşünür ki, onu təhqir etməklə, təzyiq etməklə öz istədiyini əldə edir, onu dəyişməyə çalışır, amma bu heç bir nəticə vermir. Lazımdır onun, yenə də deyirəm, fikirlərinə hörmət eləmək, onun zövqünə qarışmamaq. Əgər biz uşağa ümumiyyətcə nəyisə, uşaq deyəndə, yəni yeniyetməyə nəyisə sevdirmək istəyiriksə, valideynlər biləxüsus öncə özləri sevməlidir. Məsələn, biz uşağa diş yumağı sevdirmək istəyirik körpə yaşlarında. Get dişini yum, məcbur eləyir, olmaz. Biz onunla dişimizi birlikdə yumalıyıq və yaxud da yeniyetməklə fikirlərimizi bölüşməliyik, təhqir etməməliyik. Səndə bu alınmayacaq, sən bacarmayacaqsan, gərəksizin birisən, yaramazsan, filansan. Biz bu sözləri deyə-deyə onun şuur altısına yerləşdiririk ki, sən busan. Özdə hansı bir məqamda bunu eləyirik? Mənliyi bərpa olan bir zamanda. Yəni insan o anda şəxsiyyətini itirir. Şəxsiyyət 3 yaşdan 5 yaşa kimi formalaşır. Xarakter isə dəyişə bilir. Bu şəxsiyyətin üzərində qurulmuş yeniyetmə, əgər şəxsiyyətində də problem varsa, yenə də valideynlər həddən artıq həssas olmalı, dəstək olmalıdır. Bəs keçid dövrünün təməl tərbiyə metodlarında nələr dayanır? Tez-tez uşağa demək lazımdır ki, mən sənə inanıram, sənə güvənirəm, sənin fikirlərinə hörmətlə yanaşıram. Yəni uşaqlarda, yeniyetmələrdə öz güvən hissini və valideynin ona olan inamını artırmaq, yüksəlmək lazımdır. Bəli, öz güvən çox vacibdir. Yəni bunu tez-tez vurğulamaq lazımdır ki, sənə güvənirəm, səni başa düşürəm, səni anlayıram. Yəni bilirsiniz, yalnız bu yolla sevərək biz onları hardasa, hətta doğru bir yol seçməyibsə də, biz təməldə ona inanaraq, güvənərək, yəni onun yanında olaraq hər hansı bir yolda olursa olsun uşaq, hər bir vəziyyətdə biz uşağımızın yanında olmalıyıq. Bəli, keçid dövrü ümumiyyətlə insanın təkcə həmin dövrdə onun şəxsinə deyil, bütün həyatına belə deyək təsir eləyir və hətta belə bir araşdırma da var ki, bütün böyük iş adamlarının keçid dövrü yaxşı keçmiş olur. Yəni bir zərər görmüş o dövrdə sarsıntı keçirmiş bir insan, yəni böyük iş adamı ola bilmir deyirlər. Bu fikirlə razısınız ümumiyyətlə? Bəli, razıyım. Yəni hər zaman mütləq fikir vermək lazımdır ki, yəni keçid dövründə yeniyetmələr öz yəni dövrünü normal şəkildə keçirsinlər, heç bir sarsıntı keçirmədən. Bəli. Amma bu dövrdə bəzən gənclərdə, yeniyetmələrdə ulduz xəstəliyi yaranır, özünə vurğunluq yaranır və ətrafın diqqətini çəkmək istəyir və buna görə də müxtəlif belə deyək də, xoşagəlməz hadisələr baş verir. Məsələn, sındırıb tökürlər aləmi və yaxud da ki, özlərinə müxtəlif dəyişikliklər yaradırlar, fərqli imiclərə girirlər və valideynlər də bunu görəndə, uşaqdakı dəyişikliyi görəndə şoka düşürlər ki, nə oldu, mənim körpəm görün böyüdü, nə vəziyyətə gəldi və bu zaman artıq anlaşılmazlıqlar başlayır. Belə dövrləri keçən zaman valideynlər necə başa salsınlar ki, yəni bunlara ehtiyac yoxdur, yəni normal şəkildə davam edə bilərsən? Ümumiyyətcə, hər bir sualın cavabı sualda gizlənibdir. Yəni, siz çox gözəl dediniz, belə öz ağzınızla söylədiniz ki, elə indicə. Ki, baxanda deyir, bu kimdir, bu qonşunun uşağıdır. Çünki həqiqətən o valideyn o məqamı görənə kimi ona qonşu idi. Birdən oyanır ki, bu uşaq hansı vəziyyətdədir.
Bunun üçün tədbirini öncədən almalıdır. Amma bəzi məqamlarda, yenə deyirəm, hələ bu son deyil, belə uşaqlarda birdən-birə səni dəyişəcəksən, sənə bu yaramaz. Sənə düşünürəm, yaxşıdır, yəni onun zövqünü müzakirə eləməyin. Yaxşıdır, gözəldir, amma mən elə gəlir ki, biz bunu belə eləsək, sənə daha yaxşı yaraşır, amma yenə özün bilərsən. Yəni, ən azı biraz toxumlar səpmək lazımdır və inanın ki, əgər o uşaq o vəziyyətə 5 aya gəlibsə, 5 aya da bu bundan təmizlənəcəkdir. 1 ilə gəlibsə bu vəziyyət 1 ilə gedəcəkdir. Yəni, proses nə qədər uzun müddət sürübsə, uzun müddətə də bunu biz bu halı götürəcəyik ortadan. Amma belə uşaqların psixoloqları da paralel işləsə, eynən valideynlə, psixoloqla bərabər işləsə daha yaxşı olar. Bəzi faktlar da var ki, məsələn, dünyaca məşhur olan Steve Jobs, Bill Gates, Roman Abramovich və s. öz xatirələrində qeyd edirlər ki, yəni yeniyetməlik dövrünü çox sərt şəkildə keçiriblər, pis xatirələrlə yadda qalıb onlarda, amma bu pis dövrü artıq gələcəkdə qazandıqları böyük uğurla belə deyək, acığını çıxırlar. Bəs buna fikriniz necədir? Dediniz ki, onlar öz çıxışlarında etiraf ediblər. Etiraf ediblər sözü bilirsiniz nədir? Yəni, onlar özləri də razılaşıblar ki, o bunlarda hələ də davam edir. Uğur qazana bilərlər, yəni istədiyi məqama gəlib çıxa bilər. Amma əmin edirəm ki, hələ də o yeniyetməlikdə keçirdikləri sarsıntıları onların beynində bir travma kimi yerləşibdir və nə qədər o travmanı onlar beyinlərindən şuuraltı silməyəcəklər, bunlar çox etiraf edəcəklər. Yəni, hər zaman yeniyetməlik dövründə keçirilən sarsıntılar insanın özü ilə aparır həyat boyu, o unudulmaz anları. Əgər onu həll eləməyibsə, keçmişdə qalmayıbsa, problem yox. Artıq sizinlə söhbətimizə yekun vurmalıyıq, Əfsanə xanım. İstəyərdim ki, son olaraq bizim gənclərimizə, yeniyetmələrimizə öz məsləhətlərinizi, təkliflərinizi verəsiniz. Başa düşürəm onları, həqiqətən anlayıram. Bu keçmişdə də olub, indi də olub. Hər kəs öz, yəni analarımız da bizi bəyənmirdilər, biz də uşaqlarımızı ki, hər kəs öz zamanəsinə uyğun hərəkət eləməyə çalışır, amma biz yenə də öz əslimizi, mənliyimizi, üzərində yeridiyimiz torpağı, adət-ənənəmizi, ümumiyyətcə, bəzən hərdən vaxtları olanda bir sual versinlər özlərinə ki, mən kiməm? Mən kiməm? Çünki bir insan keçmişini bilməzsə, əsla gələcəyi də, yəni keçmişini unudarsa gələcəyi də, əmin eləyirəm ki, bir psixoloq kimi uğur qazana bilməz. Valideynlərinə hörmətlə yanaşsınlar, onları başa düşməyə çalışsınlar. Çünki onların da bir keçmişi var idi, məhz onlar kimi. Valideynlərimə üzümü tutub deyirəm ki, öz evladlarını dəyişməyə yox, onları olduqları kimi sevsinlər. Təşəkkür edirəm, çox sağ olun bu dəyərli məsləhətlərə görə. Maq Rəhman yenə də hər dəfə olduğu kimi mövzumuza fərqli yanaşıb, keçid dövründən danışanda yalnız Rəhman düşünə bilərdi ki, yeniyetmə və gənc otağını bizə göstərə bilsin. Gəlin izləyək, mənim diqqətimi çəkdi. Hər gənc zövqünə uyğun dizayn olunan otaqda vaxt keçirməyi çox sevir. Elə mütəxəssislər də hesab edirlər ki, gənclərin otaqlarının hazırlanmasını onların öz öhdəsinə buraxmaq daha düzgündür. Maglar, amma necə deyərlər, məsləhətli don gen olar. Bu məsləhətləri isə bir yerə yığıb sizə mən təqdim edirəm. Yeniyetməlik dövründə otağı bacı və qardaşınızla paylaşmaq çətin olur. Amma bunun da çarəsi var. Əziz valideynlər, əgər sizin 2 qız övladınız varsa, otaq balaca olsa belə, orada mütləq 2 ayrı dolab yerləşdirin. Dolabda açarlı gizli bölmənin olması isə sizin övladınıza olan güvəninizi göstərəcək. Əgər evinizdə yeniyetməlik yaşında olan 2 oğlan böyüyürsə, dolabların ayrı olması vacib deyil. Keçid dövrünü yaşayan bacı və qardaşların otaqlarının ayrı olması isə mütləqdir. Çünki bu dövrdə oğlan və qız uşaqlarının davaları çoxalır, istək və ehtiyacları isə fərqli olur. Əgər bu mümkün deyilsə, otağı mümkün qədər 2 hissəyə bölməniz daha düzgündür. Maglar, bu hələ son deyil. Gənc otağı evin ən səssiz güşəsində olmalıdır. Rənglərin psixologiyamıza təsirindən isə hər kəs xəbərdardır. Belə olan halda divarların açıq çalarlarla boyanması mütləqdir. Bu otağı daha geniş və daha işıqlı göstərər. Yataq dəsti ilə divarın rəngi ahəng təşkil etməlidir. Divarların və ya mebelin qız üçün çəhrayı, oğlan üçün isə mavi rəngdə olması prinsipi heç də mütləq deyil.
Dizaynerlər tünd olmayan daha çox açıq yaşıl, saman sarısı, mavi yaşıl və ya açıq qırmızı tonlara üstünlük verilməsini məsləhət görürlər. Çünki bu rənglər sakitləşdirir və komfort şəraiti yaradır. Həmçinin otaqda istifadə edilən əşyaların və mebellərin yuvarlaq kənarlı olması təhlükəsizlik baxımından çox vacibdir. Xalçaların toz udmayan materialdan hazırlanması da az əhəmiyyət kəsb etmir. İşıqlandırılma üçün parlaqlığa üstünlük verin. Abajur və gecə lampalarından da istifadə etmək olar. Alacağınız mebel dəstinin olduqca praktik olmasına diqqət yetirin. Daha çox rəfli dolablar seçin. Pəncərənin bağçaya açılması ruhən sağlamlıq üçün vacib olan şərtlərdən biridir. Bax belə maklar. Ümid edirəm ki, mütəxəssislərin və dizaynerlərin məsləhətlərindən istifadə edib olduqca rahat, komfortlu, fantaziyanıza uyğun, sövqlü və səliqəli otaq yaradacaqsınız. Bəs siz bilirsiniz ki, bilirsinizmi rubrikası bilənlər və bilməyənlər üçündür. Sıradakı məlumatları bilib bilmədiyimiz isə bilirsinizmi rubrikasını izlədikdən sonra biləcəyik. İzləyərək məqalar. Salam mağlar, bilirsinizmi? İlk işıqfor 1868-ci ilin 10 dekabrında John Knight tərəfindən ixtira olunub və elə ilk olaraq Londonda parlament binasının ətrafında quraşdırılıb. Hollandiyada polis maşınları oyuncaq ayılarla təchiz olunublar. Bunun səbəbi isə hər hansısa bir hadisə zamanı qorxmuş uşaqları sakitləşdirmək üçündür. Uçan maşın. Slovakiya şirkəti Viyanadakı Pioneers İnnovasiya Festivalında aeromobil uçan avtomobili işlək variantı təqdim edib. Maşın yolda 200, səmada isə 160 km/saat sürətlə hərəkət edir. O, saat ərzində 15 litr benzin işlədir. Avtomobili hazırlayanların sözlərinə görə, o təhlükəsiz uçuş üçün lazım olan bütün vasitələrlə təchiz edilir. Şirkət ümid edir ki, serial istehsala tezliklə başlanacaq. Bilirsinizmi? Venera saat əqrəbi istiqamətində dövr edən yeganə planetdir. Studiyamızın üçüncü və sonuncu qonağı isə yeniyetmə dostumuzdur. Hətta siz özünüz də şahidi olacaqsınız ki, o çox istedadlıdır. Mən mərc gələrəm ki, onun əl barmaqlarının sümüyü yoxdur. Bir çox beynəlxalq müsabiqələrin qalibi Maq Nəriman. Buyur Nəriman. Nəriman, necə gedir işlərin? Nə var, nə yox, necəsən? Çox sağ olun, yaxşıyam, siz necəsiniz? Mən də yaxşıyam, təşəkkür edirəm. Bəs yeniyetmələr şikayətlənirlər ki, bizi başa düşmürlər, bizim problemlərimiz olur, hamı bizi sıxır, üstümüzə gəlirlər. Sənin belə problemlərin yoxdur? Xeyr, hələ ki belə problemlərim yoxdur. Hələ ki yaxşı gedir, hə? Neçə yaşın var ümumiyyətlə? 16. 16 yaşın var. Nəriman, istəyərdim ki, biraz özün haqqında məlumat verəsən, təhsilin, maraqların haqqında, qoy gənclərimiz səni daha yaxından tanısınlar. Mən Əmir Aslanov Nəriman, 1999-cu ildə Sumqayıt anadan olmuşam. Deməli, 2006-cı ildə Bakı Atatürk Liseyinin 1-ci sinifə daxil olmuşam. Hal-hazırda 11 ildir ki, orada oxuyuram. 2007-də isə deməli, Xırdalan Musiqi Məktəbində musiqi təhsil almışam. Və 4-cü sinifdən sonra artıq Georgi Şarayev adına 11 illik musiqi məktəbinə daxil olmuşam. Müəllimim Çağla xanımdır. Bir çox beynəlxalq müsabiqələrdə laureat olmuşam. Bir çox beynəlxalq festivallarda iştirak etmişəm. Sonra Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrla konsertlərim oldu və hal-hazırda solo konsertə hazırlaşıram. Mən söylədim ki, adətən yeniyetmələr anlaşılmazlıqdan belə deyək də, onları sıxılmasından şikayətlənirlər. Amma sən dedin ki, elə bir hələ ki şikayətin yoxdur, hər şey qaydasında gedir, lap yaxşı. Bəlkə də musiqinin dili beynəlxalq dildir, yəni hamı səni başa düşür. Ona görə sən heç bir problemin yoxdur, hə? Nə deyirsən? Bəli, musiqi bütün dünyada tanınır. Yəni, özüm də musiqici ailəsində doğulmuşam, yəni gözümə açanda ancaq musiqi eşitmişəm. Buna səbəb isə anamın musiqi müəllimi olması və həm də musiqişünasdır. Ailədə qardaşım da, bacım da musiqiçidir. Yəni ailəlikcə musiqini davam etdirə gedirsiniz. Bəs orta məktəb dərsləri, üstəgəl musiqi dərsləri, beynəlxalq müsabiqələr və s. bunları necə çatdırırsan? Ümumiyyətlə yorulmursan ki?
Orta məktəb dərslərinə də üstünlük verirəm, çünki uşaqlıqdan arzum həkim olmaqdır. Bəs nə oldu? Hələ davam edir o? Hazırlaşıram. Artıq 11-ci sinifəm, imtahanlar da hazırlaşıram, amma çalışıram ki, öhdəsindən gəlim yəni. Sinif yoldaşlarına aran münasibəti necədir? Yaxşıdır onlarla. Nə deyirlər sən xarici gəlinə gəlib soruşdular ki, ayda İtaliya necə idi, Fransada? Soruşurlar. Səndən danışsan, bəs bizə də danış biraz. Deməli, bir sıra Avropa ölkələrində olmuşam. İtaliya, Fransa, Polşa, İsveç. Məsələn, İtaliyanın Milan şəhərində olmuşam. Burada deməli Milan Simfonik Orkestri ilə ifa etmişəm. Şumanın konsertini. Daha sonra həm müsabiqəyə, həm də gəzməyə etmişəm. Aha. Çox az yaşında, yəni bu qədər böyük nailiyyətlərə sahib olmusan. Səncə bunun səbəbi nədir? Çünki pianoçularımız kifayət qədər çoxdur, amma onların içərisində sən seçilmisən öz istedadınla. Yəni sırf istedaddır, yoxsa sən daha çox çalışırsan üzərində ona görə? Yoxsa sənin müəllimlərin daha güclüdür? Bunun səbəbini nədə görürsən? Mənim yəni bu yəni səviyyəyə çatmağımda həm müəllimlərin rolu olmuşdur, həm ailənin, yəni anamın da böyük rolu olmuşdur. Həm də istedad da ola bilər. Bəs nəyə görə məhz pianonu seçdin, yəni ifa etmək üçün? Səni kimsə yönləndirdi yoxsa? Yəni mənim əllərim yəni pianoya daha çox uyğun olduğu üçün, həm də yəni öz istəyimlə olmuşdu pianoya. Çox gözəl. İndi sən pianonda davam etdirirsən, həmçində həkimliyi oxumaq üçün hazırlaşırsan hal-hazırda. Bəs gələcəkdə özünü kim görürsən? Yəni həkim kimi gələcəkdə görürsən, yoxsa məhz piano ifaçısı kimi? Gələcəkdə özüm həkim kimi, amma yəni musiqini də atmayacağam. Hobbi kimi məşğul olacaqsan hər zaman. Yəni gələcəkdə də beynəlxalq müsabiqələr olsa ora qatılmağı düşünürsən? Təbii ki. Beynəlxalq üçün Çaykovski müsabiqəsinə, Chopin müsabiqəsinə, yəni dünyaca tanınmış müsabiqələrə qatılmaq istəyirəm. Həmçində biz psixoloqumuzla da danışdıq səndən öncə və qeyd elədik ki, bəs yeniyetməlik dövründə adətən yəni gənclər bir qədər çılğın olurlar, dalaşqan olurlar, yəni sözə baxmırlar. Bəs sənin belə problemlərin yoxdur? Yəni evdə yəqin ki olur ki, bəzən anlaşılmazlıqlar olur səndən də. Demək ki, yox, elə mən inanmayacağam. Biraz səmimi ol. Məktəbdə mən daha doğrusu sakitəm, amma evdə anamla bəzən yəni necə deyək, mübahisələrimiz. Nəyin üstündə olur ən çox? Daha çox musiqi üstündə, yəni. Niyə? O deyir ki, sən çox çalışsan, deyirsən ki, yox, bezmişəm. Yəni, o da mənə yol göstərir. Yəni, bəzən yola getməyir, yəni musiqi üzərində yola, məsələn, əsəri necə ifa etmək, necə, məsələn, bəzən yola getmirik. Amma adətən uşaqlarla analar arasında münasibətlər o zaman pozulur ki, məsələn, çox zaman məhəllədə futbol oynayırlar, evə tərli qayıdırlar və yaxud dərsdən sonra kompüter oyunları oynamaq üçün zallara gedirlər, gec gəlirlər evlərə, yəni dərslərinə o qədər maraq göstərmirlər. Sənin belə problemin yoxdur? Mənim belə problem. Yoxdur, sən çox ağıllı və sakit bir yeniyetməyi dövrü keçirirsən, maşallah. Nə gözəl. Bəs gələcək planların haqqında bizə məlumat ver. Gələcək planlarım, yəni bayaqlar dediyim kimi, hazırlaşıram öz Bakıda solo konsertimi verməyə. İmtahanlara hazırlaşıram. Bəlkə də olsa beynəlxalq müsabiqələrə də qatılmaq istəyirəm, amma hələ dəqiq məlum deyil. Biz MAK kollektivi olaraq sənə uğurlar arzu edirik. İnşallah universitetə də istədiyin yerə qəbul olarsan və həkim olub gələcəkdə öz belə deyək də xalqımızı, millətimizi daha sağlam gələcəyə aparmağa kömək edərsən. Təşəkkür edirəm gəldiyinə görə, bizimlə zamanını bölüşdün. Çox sağ ol. Son olaraq gənclərimizə, öz yaşıdlarına, sinif yoldaşlarına nə demək istərdin? Demək istərdim ki, yəni daim çalışsınlar, valideynlərinin sözlərinə qulaq assınlar, onların sözlərindən çıxmasınlar, yəni həmişə uğura doğru can atsınlar. Bəli, tam dəstək Nəriman, çox sağ ol, təşəkkür edirəm. Araşdıra-araşdıra bu qız hara gedir bilmirik, amma deyirlər ki, jurnalistikanın da təməlində araşdırma dayanıb. Xəyalə yenə də araşdırmaq deyərək sizə səslənir gənclər. Araşdıraq maqlar. Hara gedək? Əsl payız havası və ya onun əlamətlərindən biri yağış. Bir çoxumuzun sevdiyi və ya sevmədiyi bu təbiət hadisəsi bizi islatsa da, etiraf eləyək ki, çoxlarımızda romantik hisslər yaradır. Bəs görəsən qəflətən yağan yağış necə yaranır? Yağış günəşin yeri qızdırması ilə başlayır. Nəticədə okeanlar, dənizlər, çay və göllər isinir və bu zaman sular buxarlanır.
və buxar yüngül olduğu üçün havaya qalxır. Soyuq hava kütlələrinin təsiri ilə buxar soyur və buluda çevrilir. Nəticədə buludlar yaranır. Hava axınının bir yerə cəmlədiyi buludlar daha da soyuyur. Bunun nəticəsində isə buludun içərisindəki buxar yenidən maye halına keçir və xırda su damcılar əmələ gətirir. Onlar da bir-birini cəzb edərək birləşir, tədricən böyüyür və nəhayət ağırlığa tab gətirməyərək yerə tökülür. Yağış buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşür. Kiçik diametrli 0,5 mm-ə qədər damlalar kiskinə aid edilir. Tipik yağış damlalarının diametri 1-2 mm, ən irisi 6-7 mm olur. Bəs görəsən yağış niyə göydən yağır? Məsələn, yerdən çıxsaydı nə baş verərdi? Araşdıraq. Əslində yağışın göydən yağması da təbiətin mükəmməl quruluşundan xəbər verir. Məhz yağışın göydən yağması nəticəsində uca və hündür nöqtələr lazımı qədər suvarılır. Əgər yağış aşağıdan yağsaydı, bəzi hündür yerlərə yetişməzdi və tarlaların sayı azalardı. Yağışın yağmağı ilə torpaq dirilir. Geniş çöllər və dağların ətəyi çəmənliyə çevrilir. Yağışın damla-damla və yavaş-yavaş yağması isə torpağın daha yaxşı suvarılmasına qulluq eləyir. Elə düşünməyin ki, yağış hər kəsdə romantik hisslər yaradır. Bəziləri yağış yağanda əsəbləri pozulur və depressiyaya qapılırlar. Bəs bu niyə belə olur? Yağışın insan psixologiyasına təsirini mütəxəssisdən soruşaq. Yağışın insan psixologiyasına təsiri ondan ibarətdir ki, bizim beynimizdə maddələr mübadiləsini tənzimləyən serotonin və melatonin maddəsini tənzimləyən müəyyən bir hissə var və təbiətdə işığın çoxluğu, azlığı həmin maddələrin ifrazına səbəb olur. Belə ki, bizim gün işığı ilə aldığımız informasiya beynimizdə həmin serotonin maddəsinin ifrazına səbəb olur və bizdə aktiv orqanizmdə aktiv bir fəaliyyət başlayır. Qış aylarında yağış gündəlik normal bir hadisə hesab olunduğuna görə bu çox az insanlarda romantik ab-havanın yaranmasına, əhval-ruhiyyənin yüksəlməsinə səbəb ola bilir. Bu da dediyimiz məsələ ilə bağlıdır ki, bizim münasibətimizlə bağlıdır. Əgər yol gedəndə maşın üstümə su sıçradacaqsa və yaxud işə gedəndə artıq üstüm başım suyun içərisində olacaqsa, sözsüz ki, əhval-ruhiyyəmə təsir göstərəcək və mən əsəbləşəcəm ki, niyə görə yağış yağır. Yağışa düşdüyüm zaman şəxsən mənim əsəblərim sakitləşir. Hətta saçlarım təbii şəkildə burulur. Yağış suyunun insana olan faydasını bilsəz, yaz, payız, qış aylarında yağan yağışdan qaçmazsınız. Yağış suyunda saç sağlamlığını qoruyan və saçlara sağlamlıq qazandıran xüsusi minerallar var. Həmçinin yağışın tərkibində az miqdarda da olsa B12 vitamini var. Yağış suyunun içində olan minerallar saçları bəsləyir, saçlara canlılıq qatır və yumşaq olmasını təmin eləyir. Həm də yağış suyu saçların sağlam uzanmasına da kömək eləyir. Ancaq yağış suyunu istifadə edərkən suyun təmiz olduğundan əmin olmalısınız. Əgər yağış bu qədər xeyirlidirsə, onda çətir nəyə gərəkdir? Ümid edirəm ki, artıq yağış yağanda ondan qaçmayacaqsınız. Ətrafınızda baş verən hadisələrin faydasından yararlanmaq, zərərindənsə qorunmaq üçün araşdırmaq lazımdır. Araşdıran maqlar! Dostlar, əgər siz də mənim kimi geyim problemi yaşayırsınızsa, o zaman heç düşünmədən Rodrigo'ya müraciət edin. Bütün problemləriniz həll olunacaq və demək istəyirəm ki, bugün biz keçid dövrünü müzakirə etdik. Nə qədər o tərəfə ya da bu tərəfə keçə bildik, bilmirəm. Amma əsas odur ki, keçid dövrünü bitirdik. Sonda gənclik, qarşıla bizi deyərək verilişi yekunlaşdırıram. Növbəti efirdə görüşənədək. Hələlik!